Salam dostlar, hər vaxtınız xeyir olsun, gününüz uğurlu olsun. Dostlar, belə bir baxaq görək ağlınızdakı insanın sizə qarşı düşüncələri nələrdir? Bir ona baxağım. Bir və ikinci variant. Bir və ikinci variant. Konsantre olun kartlara və birinci variantı seçənlər görək ağlınızdakı kişi sizi barədə nələr düşünür. Ağlınızdakı insan hal-hazırda bir seçim qarşısındadır. Biraz yorğun, üzgün. Sanki ilişkidə gedən bir problemlər var. İstədiyiniz kimi də ilişki gedmir. Ortada soyuqluqlar, yəni ilgilər artıq azalmış, atmosferində problemlər yaranmış. Çox yorğundur hal-hazırda ağlınızdakı insan, çox düşüncəsiz hərəkətlər etdiyinə görə, səhvlər etdiyinə görə hal-hazırda çox yorğundur. Biraz da pulu daha çox maddiyyatı düşünən bir insandır. Amma bir ağlınızdakı kişinin nə qədər də problemi olsa, hep dik durmağa çalışır və hər şeyi arxasına alıb, heç kəsə də problemin bildirmək istəmir, danışmaq istəmir. Amma hal-hazırda bir problem yaşayır bu insan və seçim qarşısındadır. Bəli, əngəlləri var. Əngəlləri aşmaq məcburiyyətindədir və işlərin yoluna qoymaq məcburiyyətindədir. Ağlınızdakı insan alım-satımla və yaxud da maşın işi, ev işi, torpaq işi və yaxud da dövlətlə bağlı bir işlə əlaqəli bir işləri də ola bilər ki, sevinəcək. Siz elə gözləmədəsiniz, bir çoxlarınızda küslülük və bir çoxunuzda bitmiş bir şeylər görünür. Amma yaxında dönüş edəcək ağlınızdakı insan. Sizi düşünür, sizə dönmək istəyir, amma sizin qısqanclıqlarınız, kaprizlərinizdən sanki artıq yorulub. Bəli, bir çoxlarınızda isə həyatınızda sizlərdən artıq yeni başlanğıc etmişsiniz, yenidən həyatınıza davam edirsiniz, yeni başlanğıcla. Amma bu insan hal-hazırda açenik durumundadır, çox narahatdır sizi barədə və xəbər alacaqsınız yenə ağlınızdakı insan barədə. Sadəcə demək istəyirəm ki, biraz yalan dolan bir şeylər gedəcək. Bu aralar, yəni ona o qədər də inam, güvən verməyin, çünki bir çox yalanları ortaya çıxacaq və buna da çox əsəbləşəcəksiniz. Hal-hazırda hələ ki yolunuzda bir-birinizə qarşı əngəllər görürəm ki, bu əngəllər hələ ki bitməyib. İkinci variantı seçənlər görək. Ağlınızdakı insanın sizə qarşı düşüncələri çox narsist bir insan, egoist bir insandır. Yalnız özün sevən, özü barədə tərifləri sevən, bir çox gizlin bir şeyləri olan, yəni sirrin sözün heç kəsə verməyən, gizlədən və maqduruşlu bir insandır. Hal-hazırda sizi barədə mərdimazarlıq olub, ümumiyyətlə istəyir ailə, istəyir sevgi barədə ağlınızdakı insan üçün böyük mərdimazarlıq var, ailələri barədə də biraz problemlər yaşanır hal-hazırda. Əngəllərlə bağlıdır, sevgi barədə, sizi barədə düşüncələri var. Yenidən sevgi təzələmək, yenidən görüşmək, hər şey kəşkə hər şey başdan olsaydı deyən ağlınızdakı bir kişi var. Amma maalesef biraz gecikib hər şeyə. Hal-hazırda addım atmaq istəyir, amma bilir ki, elə bir dərindən yıxıb gedənlər var ki, geri addım atmağa artıq üzü qalmayıb. Amma ağlınızdakı insan hal-hazırda özü də bir yıxım yaşayıb, keçmişi ilə bağlı. Çünki keçmişdən gətirdiyi üzüntülər var imiş ki, onunla bağlı böyük üzüntülər yaşayıb. Hal-hazırda xəstələri var, nəsə onunla bağlı biraz həkim yolu problemlər yaşayacaq ağlınızdakı insan. Geri dönüş olsa da artıq bilir ki, hər şey əvvəlki kimi olmayacaq. Amma danışacaqsınız, görüşləriniz bir çoxlarınızın olacaq ki, yenidən addımlar olacaq. Amma bu addımlar əvvəlki kimi olmayacaq və sonradan yenə ağlınızdakı insanla aranızda böyük problemlər yaşanacaq və sonunda böyük boşluq yaranacaq. Amma sizin öz həyatınızda yeniliklər var ki, siz ona gözünüzü yummusunuz və sanki yeni bir şey yaşamaq istəmişsiniz. Çünki keçmişə bağlılığınız var. Sevdiyiniz insandan ayrılsanız belə hələ də ağlınızdan çıxmayıb deyə sanki qorxu çəkirsiniz o barədə. Təşəkkür edirəm dostlar.